Müəllif Salam Qədirzadə. Sevdasız aylar. 3-cü hissə. Qız ilə oğlanın dostluğu və sevgisi arasında elə incə bir körpü var ki, gəncliyin coşqun duyğuları adlayıb keçmək üçün ora yan alanda çox ehtiyatlı tərpənmək lazımdır. Bəzən tələsib yarı yolda büdrəyənlər iki qat fəlakətə uğrayırlar. Dostluğu itirirlər, sevginin vüsalına yetişmirlər. Olmaya sevdanın zəif duyğuları da belə bir uçuruma yuvarlanmışdı. Axı qızcığaz o körpüyə yanaşmağa hələ cəsarət etməmişdi. Dostluq səddindən bir addım da o yana keçməmişdi. Asifin anlaşılmaz rəftarı sevdanı ağrıdırdı. Sevdanı incidirdi. Sevda. Mənlə xoşlayandan 3 gün sonra qəflətən elə bildim ki, otağıma işıq doldu. Asif zəng çalmışdı. Səsindən o dəqiqə tanıdım. Sevindiyimdən telefonun dəstəyini neçə dəfə qulağımdan ayırıb köksümə sıxdım. Əvvəlki mehribanlığımızı təzələmək məqsədi ilə soruşdum. Öküzdür? Heç ona yaraşmayan bir ciddiliklə. Asifdir, tələbə yoldaşın, dedi. İnsafsız, bar bu xəstə vaxtımda ürəyimi sındırmayaydı. Universitetdə təzə nə var, nə yox? Təzə? O bir qədər sustu. Təzə xəbər odur ki, dünən komsomol iclasımız oldu. Nə məsələ idi? Necə deyim, güya Rəhlə Valehin telefon söhbəti deyil, Sevda. Mən də çox bərkini tutmadım. Ancaq nigaran qaldım. Rəhlə yaxın rəfiqəm idi. Ay Asif, uşaqlara qoşulub niyə mənə dəyməyə gəlmirsən? Deyə onu yenə özümə yaxınlaşdırmağa çalışdım. Çox soyuq cavab verdi. Telefonla xəbər alıram da, nə fərqi? Tək sən tez sağalasan. Vəssalam. Bununla da qurtardı. O gündən bəri qulağı səsdə, gözüm yolda qaldı. Nə gəldi, nə də zəng çaldı. Ancaq bir axşam, bu indi də mənim üçün açılmaz bir sirdir. Bərk darıxırdım, yenə telefon səsləndi. Tez dəstəyi götürdüm. Alo, eşidirəm, dedim. O tərəfdə heç kəs dinmədi. Əvəzində maqnitofon işə salındı. Füzuli kantatası çalındı. Bu ən çox sevdiyim musiqilərdən idi. Hər dəfə ona qulaq asanda xəyal aparıb haralarda gəzdirərdi məni, deyə bilmirəm. Özümü tamam başqa bir aləmdə hiss edirəm. Haçandan haçana musiqi bitdi. Dəstəyi qoydular. Otağıma yenə sakitlik çöktü. Qulaqlarım küyüldədi. O axşam cansıxıcı, kədərli dəqiqələrimdə kim idi mənim ruhumu əyləndirməyə çalışan? Bu mənim üçün indi də qaranlıqdır. Böyrümdəki dobaçanın üstündən balaca aynanı götürüb özümə baxdım. Yanaqlarımın rəngi soluxmuşdu. Neçə gün idi havaya çıxmırdım, ondandır. Amma dodaqlarımın qızartısı daha da artmışdı. Universitetdə qızlar hərdən mənə çox diqqət yetirirlər. Elə bilirlər ki, dodaqlarıma boya sürtürəm. Ən xoşlamadığım şey süni bərbəzəkdir. İnsafən uşaqlar bir məsələdə haqlıdırlar. Gözlərim çox balacadır. Malakan semişkası. Aynada saçımı səliqəyə salanda yenə Asif yadıma düşdü. Ah, o mənə nə verib nə ala bilmir. Deyirdi, sənin saçların qumraldı. Yəni açıq şəbalıdır. Hər halda onun bığlarından ki, xoşa gəlimlidir. Asif fikrimdən çıxmırdı. Barı haqqında bir şey eşitsəydim ki, hansı qızasa könül vermişdi, mən də xatircəm olardım. Unudardım onu, canımı üzməzdim. Bu vaxt anam ara qapını açıb otağıma girdi. Hə, daha yaxşılaşmışsan, maşallah. Həkimlərin sözüdür, xəstə qız qadınların aynaya baxması sağlamlığın birinci əlamətidir. Sırağa gün istəyin lap çox idi. Anam danışdı ki, sayıqlayarammış. Qızdırma içində tələbə yoldaşlarımdan bir oğlanın tez-tez adını çəkmişəm. Hətta məni yoxluqmağa qardaşımla arvadı gəliblərmiş. Xəbərim olmayıb. Qapının zəngi çalındı. Anam çıxdı. Səslərindən o dəqiqə tanıdım. Bizim uşaqlardı. Ürəyim yerindən oynadı. Kaş Asif də onlarla olaydı. Cəld xalatımı geyib dəhlizə atıldım. Sevdacan, salam.
Gözləməsin, qəşəngsən. Həmişə ayaq üstə. Ay qız, bu qədər də xəstələmək olar. Yeyib yatmaqdan kökəlmisən. Hərə bir yandan məni dartışdırmağa başladı. Nadir əlimi sıxdı. Rəhlə boynuma sarılıb üzümdən öpdü. Qarabala saçlarımı qarışdırdı. Valih gətirdiyi gül dəstəsini qucağıma dürtdü. Yaman darıxmışıq sənin üçün, Sevda, deyə Rəhlə hamının adından danışdı. Gərək bağışlayasan, gəlməyə vaxt eləyə bilmirdik. Bu müəllim insafsızlar hazırlaşmağa o qədər tapşırıq verirlər ki, adam heç başını qaşımağa macal tapmır. Bəs mühazirələr? Yazmaqdan barmaqlarımız döyünək olub. Əşşi, müəllimlərə nə var, Bir dəfə cavanlıqda oxuyub öyrənirlər, sonra 30-40 il dalbadal döşəyirlər bu binava tələbələrin qabırğasına. Anam qollarını açaraq uşaqları qabağına qatdı. Toyuq cücəni hinə kişləyən kimi onları mənim otağıma apardı. Görürəm ürəyiniz doludur, keçin içəridə söhbətləşin, dedi. Elə ilk baxışdan duymuşdum ki, Rəhlə pərtdir. Danışıb gülsə də sifətindən kədər çəkilmirdi. Nigarançılıqdan çıxmaq üçün fürsət tapanca astadan xəbər aldım. Dünən komsomol iclasında nə məsələ olub? Qız göz qaşla susmağımı işarələdi. Köksünü ötürüb daha da tutuldu. Heç, sonra, dedi. Valih ilə Nadir çiyin-çiyinə qısılaraq ikisi bir stulda oturdular. Qarabala çarpayının yanında ayaq altına saldığım ayı dərisini küncə çəkib üstündə bardaş qurdu. Mən atam kətçi babayam, elə burada cəyləşəcəm. Anam o biri otaqdakı kreslolardan gətirməyə gedəndə Nadir qoymadı. Lazım deyil xala, biz öyrəncəkliyik. Tələbənin hər şey qaydasında olsa oxumaz. Mən də Rəhlə ilə yanaşı çarpayının qırağında özümə yer elədim. Valih həmişəki səliqə ilə geyinmişdi. Əynində mövsümə uyğun son dəblə tikilmiş boz dakron kostyum vardı. Ağ ipək köynəyinin nişastalı yaxasına göy qırmızı butalı enli qalstuk taxmışdı. Tünd qıvırcıq saçlarını tağ ayırıb yana daramışdı. Bığları Asifinki kimi deyildi, qapqara idi. Qalın bakembortları qulaqlarının lap aşağısına qədər uzanmışdı. Bunların hamısı ona yaraşırdı. Amma nədənsə bu oğlanın da gözləri xoşuma gəlmirdi. Necə deyim, baxışlarından məni oxumurdu. Elə düşünməyin ki, mən axtarıb hərədə bir eyib tapıram. Yox, qızlar çox diqqətli olurlar. Mən öz nöqsanımı da yaxşı bilirəm. Gözlərimin xırdalığı bir qırağa dursun, sifətim də azacıq yassı təhərdir. Özbək qızlarına oxşuyuram. Nəysə, oğlanlar adamın tək zahiri gözəlliyinə vurulmurlar ki, elə biz qızlar da. Məgər sevəndə uca boy buxuna, qara göz qaşa aşıq oluruq. Kimi də fikirləşirsə səhv eləyir. Ağil, kamal, cahil, camal istər deyiblər. Birazdan anam gedincə uşaqlara tam sərbəstlik verildi. Valih Nadirə göz vuraraq məni eşitdirdi. Görürsən, sən xətri nə qədər istəyirik. Universitetdən çıxıb piyada düz bura gəlmişik. Hə, başa düşdüm. Doğrudan dəftər kitabları qoltuqlarında idi. Mən qalxdım. Devə evə getməmisiniz, özünüz də açsınız. Bu dəqiqə anam bir şey hazırlar. Yox, Rəhlə məni aşağı dartdı. Zarafat eləyirlər, yarımca saat bundan qabaq kafedə yaxşıca yemişik. Küncdən Qarabala dilləndi. Bugün Nadir əla banket düzəltmişdi bizim üçün. Hə, nə verdi sizə? Ay Sevda, soruş, nə vermədi? Qarabala ciddi bir görkəm aldı. Açmışdı gədə səxavət kisəsinin ağzını, dağıdırdı dədəsinin var yoxunu. Nadir bizə verdi birinci donuz ətindən sasiska, yanında da çörək, xardal, duz, istiot, ikinci limonad, üçüncü ağzımızı silməyə kağız dəsmal. Çoxu elə töküldü qaldı stolun üstündə, ləzzətindən heç yeyə bilmədik. Qarabalanın məzəli söhbətini otağı qəhqəhə bürüdü. Yaxşı, indi ki belə oldu, onda gələn dəfə qonaqlığı sən elərsən, görərik, deyə Nadir cırnadı. Daha məni də yeməyəcəkdin ki. Qonaqlıq istəyirsinizsə bir turist mənim boynuma, ancaq Sevda sağalandan sonra. Valihin bu dəvəti cavabsız qaldı.
evimizdə heç zaman indiki qədər səs-küy olmamışdı. Asifin yeri görünürdü. Anam çay gətirəndə elə bil qurbağa gölünə daş atdılar. O günü uşaqlar axşama kimi yanımda oldular. Foto albomlarıma baxdılar. Dəftərlərimin üstündə cürbəcür karikaturalar çəkdilər. Rəfdəki kitablarımı ələk-vələk elədilər. Getməyə hazırlaşanda mən rəhləri yubatdım. Güya ondan evə verilən tapşırıqları yazacaqdım. Əslində isə məqsədim qızın bikef olmasının səbəbini öyrənməkdir. Müəllif. Müəllimin dili ilə desək, rəhlə od parçası idi. 5 dəqiqə bir yerdə qərar tutmurdu. Həmişə harasa tələsirdi. Vaxtın azlığından şikayətlənirdi. Qıza nə iş tapşırsaydılar, mütləq ötəsindən gəlməli idi. Bacarmıram, bilmirəm, sözləri ona aid deyildi. Universitetin qəzetinə məqalə yazmaq, radioda çıxış etmək, komsomol iclaslarında məruzəçi olmaq, üzvlük haqqını toplamaq, təzə kinoteatr tamaşalarına baxmaq, bunlar Rəhlənin yaxşı oxumasına mane olmurdu. Elmin hansı sahəsindən soruşsaydın xəbərdardı. Tələbələr arasında mübahisəli məsələləri o həll edərdi. Rəfiqələri məsləhətə onun yanına gələrdilər. Rəhlə zərif qız idi. Bəzən uşaqlar zarafatla çox bilmişlikdən boyu da çıxmır, deyirdilər. Əyninə ağ məktəbli köynəyi geydirib, boynuna qırmızı qalstuk bağlasaydın, pioner yaşında olduğuna heç kəs şübhə etməzdi. Bu od parçasının gözünü eynəksiz, qoltuğunu kitab dəftərsiz görməzdin. Oğlansayağı vurdurduğu zil qara saçları həmişə üzünün bir tərəfini örtərdi. Əsmər, girdə sifəti, balaca sivri burnu, nazik çatma qaşları, çəhrayı dodaqları onu canlı kuklaya bənzədirdi. Onlar gözlərinin giləsində daima bir sevinç ulduzu parlayardı. Boyu kiçik olduğundan uca görünmək üçün hündürdaban tufli geyərdi. Rəhlə gözəl deyildisə də, kifir də deyildi. Onun hirsləndiyini, qaş-qabaq salladığını hələ görən olmamışdı. Hər gün universitetə üzü gülər, şən gəlib eləcə də gedərdi. Lakin o axşam iclasdan çıxanda Rəhlə özünə oxşamırdı. Əhvalat belə başladı.